Yataqlara zərbələr başladı, region yanır, bu ölkələr batacaq. ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi yeni mərhələyə qədəm qoydu. İsrailin İrana məxsus qaz və neft yataqlarına hücumuna Tehran da cavabsız qalmadı. O da Səudiyyə Ərəbistanı, Qətər, və digər ərəb ölkələrinin neft və qaz təsislərinə zərbələr endirdi. Nəticə qorxulu oldu. Fars körfəzi tamamilə enerji istehlakçılarına bağlandı. Axar az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib. Bəs dünya neft və qaz nəqlinin 20%-nin keçdiyi Hörmüz boğazının bağlanmasından ən çox itirən və ən çox qazanan kim olacaq? Bu hücumdan əvvəl İranda belə bir təsəvvür var idi ki, Fars körfəzində neft savaşları başlayarsa, enerji daşıyıcılarının qiyməti $200 qədər qalxacaq. Bahalaşma həqiqətən də oldu, amma İranın umduğu qədər yox. Dünya enerji bazarında bir barrel Brent markalı neftin qiyməti $112 qədər qalxıb. Ötən illərdə də bəzi məqamlarda qiymətlərin bu həddə olduğunu nəzərə alsaq, görərik ki, İranın ümidləri özünü doğrultmadı. Xatırladım ki, 2008-ci ildə neftin qiyməti $165 qədər yüksəlmişdi. 2010-2014-cü illərdə isə qiymətlər $90-100 arasında idi. İndiki qiymətlər də təxminən o civardadır. Təbii ki, neftin qiymətinin yüksək olması bütün sənaye ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərəcək. Üçüncü dünya dövlətləri də bundan ciddi şəkildə təsirlənəcəklər. Amma etiraf etməliyik ki, bu qiymət artımı dünyanın çəkə bilməyəcəyi yükə də çevrilməyəcək, o bildirib. Ekspert vurğulayıb ki, Fars körfəzində neft savaşlarının başlaması və Hörmüz boğazının tamamilə bağlanmasından ən çox itirən İranın özü olacaq. Böyük ehtimalla enerji müharibəsi nəticəsində İran ən böyük gəlir mənbəyi olan neft bazarını tamamilə əldən verəcək. Bir də bura darmadağın olmuş hasilat təsisatlarını əlavə etsək, cənub qonşumuzun itkilərinin qısa zamanda bərpa olunması mümkün görünmür. Sözsüz ki, körfəzin digər ölkələri də neft-qaz müharibələrindən itkisiz çıxmayacaqlar. Amma bu itkilər bərpa olunmaz səviyyəyə yüksəlməyəcək. Ona görə ki, İrandan fərqli olaraq digər körfəz ölkələri bu savaşa əvvəlcədən hazırlanmışdılar. Məsələn, Səudiyyə Ərəbistanı 1980-ci illərdə başlayan İran-İraq savaşı dövründə Petrolini adlanan bir layihə üzərində işləmiş və ölkənin şərqindən Qırmızı dənizə qədər 740 kmlik kəmər çəkmişdi. İlk inşa illərində bu kəmərlə gündə 5 milyon barrel neft daşımaq olardı. Son zamanlar Əl-Riyadın Petrolini kəmərinin nəql imkanlarını gündəlik 7 milyon barrelə yüksəltdiyi bildirilir. Çünki o, bu illər ərzində boş durmamış, ikinci bir nəqliyyat xəttini də çəkmişdi. Səudiyyə Ərəbistanının Hörmüz boğazı bağlanmamışdan əvvəlki ümumi neft ixracatı gündəlik 10 milyon barrel idi. Bunun da 80-90% Hörmüz boğazından keçirdi. Yəni ölkənin Qırmızı dəniz sahillərindəki hasilatı cəmi 10% idi. Belə çıxır ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazından gündəlik 9 milyon barrel neft keçirirdi. Petrolini kəmərini geni.